Salam, hər vaxtınız xeyir dostlar. Bu günləri həmişə olduğu kimi sizləri bir sıra qızıl güllərin sortları ilə tanış etmək istəyirəm. Uzun zamandır ki, TikTok və digər sosial şəbəkələrdə bir sıra deməli qızıl güllər hamısı demək olar ki, Qalanski gül kimi, yəni qızıl gül kimi təqdim olunsa da, bu sortlar hər biri hansı bir ölkələrə bağlıdır. Hamısı Hollandiyanın istehsalı deyil. Bu da onun satıcının savadsız olmasından və müştərini aldatmaq istəməsindən irəli gəlir. Hal-hazırda gördüyünüz bu sort böyük kollanan bir sortdur. Gloria Day sortudur. Hansısı ki, Francis Mayhem tərəfindən istehsal olunubdur, seleksiya olunubdur və bizim bağlarımızın gözəlliyinə çevrilibdir. Ümumiyyətlə bu sort demək olar ki, bir çox xəstəliklərə, qışın soyuğuna çox davam götürən, həddindən artıq müstəqil böyüyən, kollanan və tikanları az olan bir sortdur. Onun bənzərsiz, həddindən artıq bənzərsiz qönçələri olur. Bax, görürsünüz, bax buradakı kimi çox gözəl qönçələri olur və çiçəkləri də demək olar ki, əl boyunda olur, uzun müddət qalır və solandan sonra həmən çiçəyi tullayır və yerində yenisi əmələ gəlir. Bu çiçək demək olar ki, özünün özlüyündə xəstəliklərə davamlılığından başqa çox həddindən artıq gözəl qoxuludur. Yəni səhər saatlarında, axşam saatlarında, yaxud ki, havada bir balaca nəmişlik olanda onun bənzərsiz qoxusunu, yəni ətrini biz hiss eləyə bilərik. Bax, bildiyiniz kimi, bu Gloria Day çox böyük, demək olar ki, ağaclaşmış hissələrə böyüyə bilir və bu böyük ağaclaşmış hissələrdən bax beləcə gözəl qönçələr, yəni budaqlar əmələ gəlir və qönçələr əmələ gəlir və davamsız olaraq çiçəkləməyə qadirdir. Odur ki, hər halda hər bir çiçəyin özünün aid olduğu ölkə